Bugün səhər saatlarından Nardaran kəndinin girişi hərbi polis qüvvələri tərəfindən bağlı olur. Kəndə çevik polis alayının birləşmələri yerləşdirilmişdir və onlar kəndə girişi bağlamışdır. Polis kəndə daxil olan avtobusların və yüngül avtomobillərin salonlarını yoxlayıb, adamlardan sənəd tələb edir, onların bu kəndin sakin olub olmamasına nəzarət edirlər. Bundan başqa kəndə su püskürdən maşınlar da gətirmişdilər. Rezin güllə atan avtomatlarla silahlanmış polislər kəndin mərkəzində insanların toplaşmasına, birlikdə namaz qılmalarına imkan vermirdi. Kənd cəmaatı bildirdi ki, cümə namazından sonra onlar İmam Hüseyin meydanına doğru yürüyüş edəcəklər. Aksiyanın həmin meydanda keçiriləcəyi bildirilirdi. Nardaran sakinlərinin mitingdən əvvəl İmam Hüseyin meydanında yığılması üçün xüsusi yer düzəldilib ki, insanlar bu məkanda toplaşırlar. Biz indi Nardaran mərkəzindəyik, İmam Hüseyin meydanı ətrafındayıq. Bir saatdan sonra burada aksiya təyin olunub. Aksiya ötən həftə həbs olunan ruhani alim Hacı Palih Bağırzadənin günahsız yeri həbsinə etiraz olaraq təşkil olunub. Burada toplaşan insanlar keçən həftə analoji aksiyanı keçirdilər və orada hakimiyyət üçün bir həftə vaxt verildi ki, hakimiyyət öz səhvini başa düşsün, həbs olan ruhanini azadlığa buraxılsın. Bizim oturduğumuz bu yer Sovet İttifaqının vaxtında aptek olub. İndi isə bu kasıb yana bir yeri kənd əhalisi, kənd ağsaqqalları özlərinin toplaşmaq üçün qərar veriblər. Yəni, buranın qəribəliyi odur ki, burada sayçı kimi təsirat bağışlasa da, amma belə deyil. Hər gün kənd ağsaqqallarından və ya gənclərindən biri burada gələr, çay dəmləyər, qonaqlar özləri üçün içərlər və öz problemləri burada müzakirə edirlər. Biz də indi hazırda burada oturub müzakirə aparır və bir məqamda ondan ibarətdir ki, Bakının yaxınlığında yerləşməyinə baxmayaraq, kənddə və burada hələ ki elektrik yoxdur. Xatırladaq ki, Nardaran sakinləri martın 31-də saxlanmış ilahiyyatçı Talih Bağırzadənin həbsinə etiraz olaraq aksiya keçirməyi planlaşdırırdılar. Sonradan məsciddə mitinqin təxirə salındığı elan olundu. Gedin məsciddə mömin qardaşlarımızla, bu da çıxış eləyib tutulanlar, qeyri-yerdə tutulanlar 74 nəfərin azadlığı üçün bu həbs getirilib bulanın üstündən. 2 ayın ərzində də inşallah Hacı Talihin Allahın köməkliyi ilə işinə təkan veriləcək. Axtarışda olanlar üstündən Roska getirildi. Kim idi o axtarışda olanlar? Axtarışda olanlar indi yağın tutulsa da biləcəkdir kimlərdir. Məsələn dedim. Bu keçən aksiyaya görə verilmişdi. Bəli, keçən aksiyaya görə, sonra buradan digər aksiyada iştirak edən hicab məhbuslarına görə indi inşallah Allahın köməkliyi ilə salamatlıq olsun. 2 ay bizə qanuna riayət edirik, tabi gözləyirik. 2 ayın ərzində inşallah yağın bir yaxşı bir nəticəsi olar mı? Yağın bura gələndə hamısı miting istəyib. İndi ola bilər, yox, indi gəlib çatıb, bilməyib, eşilməyib bu məlumatı. Hamısını qardaşlarımızı başa salırıq ki, danışıqlar gedir. Biz danışıqları pozu bilmərik. Biz hamımız qanuna riayət edirik, qanuna tabiyik. Kənd sakinləri bildirdilər ki, Qafqaz Şeyxi Allahşükür Paşazadə məsələyə müdaxilə edəcəyini və Talih Bağırzadənin həbsi ilə bağlı problemlə maraqlanacağını bildirib. Nardaranlardan miting keçirməməyə xahiş ediblər.